Orucun əsasən mənəvi faydaları nədən ibarətdir? Yəni fəzilətləri bilmək istəyərdik. Oruç tutmağın həm maddi faydaları var, həm mənəvi faydaları var. Ümumiyyətlə, oruç tutmaq Allahın bir işinə yaramır, belə desək, bizim müəllimimiz deyərdi. Allah nə edir ki, bizim oruç tutmağımızı? Heç Allah bizim namaz qılmağımızda nə edir? Onun ehtiyacı yoxdur, onun heç nəyə ehtiyacı yoxdur. Yalnız Allah nə bizim üçün əmr edirsə, Allah bizim üçün nəyi vacib buyurursa, nəyi nəhy edirsə, yəni qadağan edirsə, o yalnız bizim üçün. Mən günah eləsəm, Allah eləməsin. Mən bir günah eləsəm, güya ki, Allahın bir şəhərinə gəlmir ki, aşağı, düzdür? Güya Allahın bir şəhərinə bir xəbər gəlmir ki, yox, yenə mənim üçündür. Oruç tutmağın qaydası, oruç tutmağın mənəvi bizim üçün olan ən gözəlliklərdən biri budur. Birinci növbədə insan ac qaldığı halda, birinci növbədə insan susuz qaldığı halda mütləq şəkildə acları yad edir. Birinci növbədə budur. Bax, təsəvvür edin, düzdür, bu sosial şəbəkələrdə bəzi videolar paylaşırlar, məsələn, biraz gülmək yaradır, insanlar bəzi bir-birinə atırlar onu gülmək üçün, amma əslində belə deyil. Əsl həqiqətə baxanda o əlində xurma tutub, bir sirkin su tutub, Allahu Əkbər sadasını gözləyən kimi o biraz gülünç forma yaradıblar orada. Əslində Allah o məqamı sevir ha. Əslində o məqamı gözləmək ki, bəndələrə Allah deyir ki, daha doğrusu mələklər deyir ki, baxın mənim bəndəmə, güzel, görün necə həsrətdən o anı gözləyir, hansı anı? O anı gözləyir ki, Allahu Əkbər sözünü desin, o suya həsrətdir, o xurmaya, o yeməyə həsrət. Niyə? Çünki mən ona o suyu da, o yeməyi də, o xurmanı da halal buyurmuşam, haram deyil. Amma mənim əmrimdən çıxmasın deyə 10 saat, 18 saat, 25 saat, nə bilim neçə saatda o müddətdə mənim halal buyurduğumu gün ərzində özünü haram bilir, dözür və o həsrətdə gözləyir. Bir, ikinci məsələdə təsəvvür edin, ikinci sözü Allah onu demək istəyir. Allah əgər bir şey qadağan eləyirsə, deyir ki, məsələn, bu qadağandır. O insanın, bəndənin özü üçün qadağandır. Oruç tutmaq da insanlara ikinci məsələni sübut eləmək istəyir ki, əgər sən istəsən günah eləməyə bilərsən, sən özünə halal bildiyin şeyi 18 saat, 15 saat özünə haram bilirsənsə, deməli sən o qadağalar ki, mən qoymuşam, sən ona qadirsən, mən sənə o qüdrəti vermişəm ki, sənə o ağlı vermişəm, həmişə mən bu sözü demişəm, əlindəki bu telefon, o qədər qüdrətli bir telefondur ki, o telefondan insan alim də ola bilər, o insan cahil də ola bilər. Deməli, insanın ağlı, əqidəsi, qüdrəti öz əlindədir. Allah ki, insanı faili muxtar yaratıb, Quran-ı Kerimdə Allah buyurur, mən sizə əcəl təyin etdim, lakin sizə faili muxtar yaratdım, sənə elə bir qüdrət verdim ki, öz əcəlini uzada da bilərsən, qısalda da bilərsən.